Salam, hər vaxtınız xeyir. Xoş gördük hər birinizi. Mən İbrahimova Dilarə, ədəbiyyat müəllimi. İndi sizə testləri izah edəcəm və bu cür videoların daima sizin qarşınıza çıxmağı üçün bizim kanalımıza abunə olaraq bəyən düyməsini basa bilərsiniz ki, bu cür videolar kanala yükləndikcə siz də həmin videoları bildirişini ala biləsiniz. Gələk İsmail Şıxlı haqqında məlumat testlərdə. Deməli, əslinə qalsa miq və sertifikasiya üzrə İsmail Şıxlı və yaxud da digər hər hansı bir yazıçıların həyat yaradıcılıqları barədə o qədər düşməsə də, amma yenə də bir müəllim olaraq biz bunu bilməliyik. Ona görə də əvvəllərdə olan testlərdən izahlar verməyə başlayıram. İsmail Şıxlı, birinci suala baxaq. İsmail Şıxlı kitablarını müəyyən edin. Deməli, İsmail Şıxlının hansı kitabları var idi? Namərd Gülləsi kitabı var idi. Bir də Məni itirməyin kitabı var idi. Ölülər qəbirstanında basqın, bu İsmail Şıxlının deməli İsmail Şıxlının belə bir kitabı yox idi. Ölüləri qəbirstanında bastırın adlı bir kitabı, bir də Namus Qaçağı adlı bir kitabı yox idi. Ona görə də bu kitablar üstünə xətt çəkirik. Deməli, bizdə olacaqdı birinci, bir də dördüncü. Bu da C bəndində özünü göstərir. Gedək, deməli, İsmail Şıxlı haqqında yanlış fikirləri müəyyən edin. Yazıçılar İttifaqının baş katibi, həmçinin jurnal redaktoru kimi də fəaliyyət göstərmişdi. Bəli, göstərmişdi. Həm Yazıçılar İttifaqının baş katibi idi, həmçinin də jurnal redaktoru kimi də fəaliyyət göstərir. Quşlar adlı ilk şeiri İnstitut qəzetində çap olunmuşdu. Xeyr, belə bir şey yox idi. Amma olmasa belə biz bunu doğru götürəcəyik. Çünki bizdən məhz yanlış fikri istəyir. Digərlərinə də baxaq. Yaradıcılığa şeirlərlə başlasa da ədəbiyyatımızda Qüdrətli Nasir kimi iz qoymuşdu. Bəli, İsmail Şıxlı Dəli Kür romanı, Namərd Gülləsi ilə əsəri ilə demək olar ki, öz dəst xəttini ədəbiyyatımızda qoymuş yazıçılardandır. Şeir yaradıcılığına təsir göstərən qüvvələrdən biri də Səməd Vurğun idi. Bəli, çünki onlar, belə deyək də, yerli sayılırdılar. Amma bu bizə lazım deyil. Bir bilik kimi götürə bilərsiniz. Y bəndində baxaq. Qazağın ikinci Şıxlı kəndində anadan olmuşdu. Bəli, Qazağın ikinci Şıxlı kəndində anadan olmuşdu. Amma bizə yanlış lazım idi. Ona görə də biz B bəndini seçdik. Burada B bəndi olacaqdı. Gəldik, deməli, gəlin biraz aşağıya düşək. İsmail Şıxlının Dəli Kür romanı haqqında məlumatı testə baxaq. Deyir ki, İsmail Şıxlının Dəli Kür romanında Cahangir Ağa surəti ilə bağlı fikirlərdən səhvi müəyyən edin. Deməli, əsəri oxuyanda bütöv şəkildə əlbəttə ki, oxumaq mümkün deyil. Bu böyük bir romandır. Amma qısa şəkildə, yəni qısa məzmununu bilmək mütləq vacibdir. Yəni, Dəli Kür romanında Cahandar Ağa, belə deyək də, fərqli düşüncəyə malik, ikili fikirli bir insan kimi diqqətimizə cəlb eləyir. Nə mənada? Yəni, başqasının xanımını götürür, gəlir, ailəsində buna görə münaqişə düşür və dediyindən çəkinmir. Səhv belə olsa öz dediyini deyir. Övladları üçün
gözəl atadır, amma müəyyən xassiyyətləri var ki, həmin xassiyyətlərə görə övladını deməli Şamxaldan xeyli uzaqlaşır. Yəni mənəvi cəhətdən Şamxaldan övladından xeyli uzaqlaşır və yaxud da salatını hətta belə deyək də öldürmək həddinə çatır. Amma bacısı Zərnitaç xanıma yəni müəyyən səbəblərə görə kəsdiyi ağır cəza Zərnitaç xanımın həyatı bahasına yerinə yetirilir. Gələk deməli A bəndinə və bu cür təhlilləri və yaxud da əsər haqqında ümumi geniş məlumatı, tək bu əsər deyil, başqa əsər haqqında da geniş məlumat öyrənmək istəyirsinizsə, məndən əlaqə saxlaya bilərsiniz. Telefon nömrəm 050 396 67 07 nömrəsi ilə əlaqə saxlayaraq birbaşa mənim özümün qruplarıma qeydiyyat ola bilərsiniz. Deməli, gəldi İsmayıl Aşıqlının Dəli Kür romanında Cahandar ağa surəti ilə bağlı fikirlərdən səhvini müəyyən etməyə tutduğu hərəkətdən peşmandır. Əslində daxili bir peşmançılığı var və orada əsərin bir hissəsində var ki, o dağın kənarına gəlir və orada təbiətə baxaraq öz etdiyi əməlindən peşman olduğunu orada öz dilindən onun eşidirik. Bu doğrudur, ancaq bizdən nə istəyir? Bizdən yanlış fikir istəyir, səhv istəyir. Ona görə də biz bunu götürməyəcəyik. O el adət ənənələrinə sadiqdir. Bəli, el adət ənənələrinə sadiqdir. Yəni düşüncəsində elin adəti, ənənəsi daima həmişə deməli üstün tutulmalıdır. Bu da doğru fikirdir, amma bizim testimizin belə deyək də şərtini ödəmir. Gələrək C bəndinə etdiyi hərəkətə görə Şamxal evdən çıxıb gedir və onun mübarizəsini davam etdirmir. Şamxal onun etdiyi hərəkətə görə yox, ata ilə oğul arasında baş verən münaqişədən sonra əslində Şamxal atasının üzünə necə baxacağı haqqında düşünür və ona görə də evdən çıxır gedir və atasının üzünə ağ olduğu üçün daha çox tanırdı. Ona görə çıxıb evdən gedir və heç bir mübarizə yox idi orada. Ona görə də heç nəyi davam etdirmir. Və ona görə də biz məhz C bəndini seçirik. Digər D və Y bəndlərinə də baxaq. Mələk evə gətirdikdən sonra faciəsi başlayır. Bəli, mələyi evə gətirdikdən sonra demək olar ki, Cahandar ağanın faciəsi başlayır. Hətta sonu ölümə qədər belə gedib çıxır ki, atı ilə bərabər özünü qayadan atır. Və Şamxalın düşüncələrində və Əşrəfin düşüncələrində biz Cahandar ağanın sonunu açıq-aydın görürük. Və Şamxal orada düşünərək atasını necə, nə cür, harda, nə vəziyyətdə tapdığını, necə bastırdığını, neçə gün onu qoruğunu çəkdiyini və s. hamısını orada öz düşüncələrində aktiv şəkildə biz görürük. Y bəndində qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək mübarizə aparır, əyilməzliyinin hər addımda sübut edir. Bəli, son nəfəsinədək mübarizə aparır, hətta düşmənin qapısına getməkdən belə çəkinmir, onu öz həyətində öldürməkdən belə çəkinmir. Molla Sadıqın hərəkətlərini onun üzünə çırpmaqdan belə çəkinmir və bir çox xüsusiyyətlərinə görə
Yəni belə deyək də, əyilməz bir adam portreti göz önümüzdə canlanır. Burada da deməli C bəndi doğrudur. C bəndi doğrudur.